Bəzi tanıdığım adamlardan soruşanda ki, niyə ibadət eləmirsən, niyə məscidə gəlmirsən, heç olmasa cümə günləri gəl məscidə, ibadət elə, səni yaradana dua elə, şükürlər eləcinə. Deyir ki, İlham müəllim, mən vaxtım var gələm, mən elə hövsələm var gələm, oturam orada ibadət edəm. Deyirəm, bəs yaxşı, bugün nə iş görmüsən, bütün günü nə iş görmüsən? Özü etiraf edir ki, heç nə, bekaram, ora get, bura get. Deyirəm, bəs ora bura getməyə vaxtın tapır, ürəyin sıxılmır. Amma ibadətə gəlməkdə deyirsən, ürəyin sıxılır. Bax, şeytan səni belə Allahdan uzaqlaşdırır da bu fikirlə. Səni Allahdan uzaqlaşdırır. Bəs nə qədər insanlar, əlhəmdülillah, gedirlər, ibadət edirlər, yaradan Allaha şükür edirlər. Sən də o insanların birisən də. Axı, Allah səni səndən də çox sevir. Sən ki, onu bilirsən. Bəzi belə qızlar da, belə qadınlar da var ki, deyəndə ki, hicab taxmaq sizə Allah tərəfdən əmrdir. Niyə hicab taxmırsınız? Allahın əmrinə tabi olmursunuz. Belə sual verəndə də cavablarını belə verirlər. Yox, yox, bizim ürəyimiz sıxılır. Ya taxanda başım sıxılır. Bəs nəzər oldu? Koronada maskanı iki taxırdılar ağızlarına. Hətta maska olmayanda əski bağlayırdılar ağızlarına. Şarpı doluyurdular ağızlarına. Bəs o vaxt niyə ürəkləri sıxılmırdı? Halbuki hicabı ağza yox, başa taxmağa Allah əmr edirdi. Bax, belə şeytan insanları hər cür yolla, hər cür fikirlərlə Allahdan uzaqlaşdırır. Onun üçün ibadət etmək lazımdır ki, şeytanın vəsvəsəsindən, hiləsindən, tələsindən uzaq olasınız. Yadınıza gəlir, ara bir tez-tez maşın şosu keçirirdilər. İnsanlarımız gedirdi, orada maşını əldə etsinlər deyə əllərini maşının üstünə qoyurdular və səhərə qədər ayaqları əsə-əsə əllərini çəkmirdilər ki, maşın əldən gedər. Hətta orada ürəyə gedən də olurdu, təzyiq aşağı düşən də olurdu. Həmən bax, bəzi o insanlara sual verəndə ki, bəs sən ora gedib ayaqların əsə-əsə maşını əldə etmək üçün ayaqların əsəndə fikirləşmirdin ki, bu ayaqları mənə verən Allaha bir dəfə dizimi yerə qoyub, bu ayaqları mənə verən Allaha ibadət eləmədim. Allaha şükürlər eləmədim. Bu əllərimi qoymuşam maşının üstünə, məni yedizdirən bu əlləri, mənə verən bu əllərin sahibinə bir dəfə olsun mən əllərimi qaldırıb, dua eləyib şükürlər etmədim. Bax, görürsünüz, yenə də gəlirik, nəyə? Şeytanın bizi bax, bu cürə allatması və hiləsi ilə, tələsi ilə Allahdan uzaqlaşdırmasıdır. İnsan sonra peşman olur. Bu dünya oyunlarından uzaqlaşanda, bu dünya neymətlərindən uzaqlaşanda artıq insan oyanır. Bilir ki, son dönüş Allahadır və mən Allaha nə cavab verəcəm, onda artıq gec olmuş olur. Nə qədər gec deyil, Allaha sığının, ibadət edin. Bəlkə Allah bizi bağışlayar. إذا الشمس طلعت